Son vaxtlar korrupsiya, mənimsəmə və vəsaitlərin ölkədən qanunsuz çıxarılması ilə bağlı müzakirələrin artması məmurların gəlir deklarasiyası məsələsini yenidən gündəmə gətirib. Ekspertlərə görə korrupsiyanın qarşısını almağın ən effektiv mexanizmlərindən biri məhz gəlirlərin şəffaf şəkildə bəyan olunması. Azərbaycanda bu tələb hələ 2005-ci ildə qəbul edilən gəlir deklarasiyası haqqında qanunda öz əksini tapmışdı. Həmin qanuna görə vəzifəli şəxslər ildə bir dəfə öz gəlirləri haqqında məlumat verməli və vergi ödəməli idilər. Qanunun qəbulundan sonra prezident bəyannamə formasının hazırlanması ilə bağlı Nazirlər Kabinetinə 3 ay vaxt verdi, ancaq müddətin bitməsindən illər keçsə də qurum hər hansı iş ortaya qoymadı. Hazırda qanunun tətbiq edilməməsi məhz bununla izah edilir. Məmurların gəlir deklarasiyası məsələsi yenidən gündəmə gələ bilərmi? Mənimsəmə, korrupsiya əməllərinin qarşısının alınması istiqamətində gəlirlərin deklarasiyası effektiv olarmı? Qlobal Azad danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri hüquqşünas Xəyal Bəşirov qeyd edib ki, gəlir deklarasiyası məmurların qanunsuz fəaliyyətinin və qeyri-qanuni gəlirlər əldə etməsinin qarşısını almağa xidmət edə bilər, amma bu hələ problemin tam həlli demək deyil. Bugünə qədər müxtəlif mərkəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, nazirlər, onların müavinləri, icra başçıları və başqa vəzifəli şəxslər korrupsiya, rüşvətxorluq faktlarına görə məsuliyyətə cəlb olunub. Ancaq təcrübə göstərir ki, həmin şəxslər əldə etdikləri qanunsuz gəlirləri çox vaxt öz adlarına rəsmiləşdirmiş, qohumlarının və yaxın adamlarının adına əmlak alır, yaxud vəsaitləri gizli yollarla yerləşdirirlər. Buna görə də yalnız gəlir deklarasiyasının tətbiqi ilə bütün qanunsuz gəlirlərin aşkarlanması mümkün deyil. Korrupsiya faktlarının araşdırılmasını Hesablama Palatası və digər aidiyyəti qurumlar icra edir. Lakin qanunsuz əldə edilən və müxtəlif örtülü kanallarla örtülən gəlirlərin tam şəkildə izlənməsi çətindir. Ona görə də dövlət bu məsələyə kompleks yanaşma tətbiq edir və mütəmadi olaraq məsul şəxslər barəsində hüquqi tədbirlər görülür. Hazırda da bu istiqamətdə həbslər davam edir və gələcəkdə də davam edəcəyi gözlənilir. Hüquqşünas əlavə edib ki, cəzanın sərtləşdirilməsi tək başına arzu olunan nəticəni vermir. Bəzi vəzifəli şəxslər başqalarının məsuliyyətə cəlb olmasına baxmayaraq yenə də eyni qanunsuz əməlləri təkrarlayırlar. Bu isə göstərir ki, problemin həlli üçün düşüncə və idarəetmə yanaşmasında dəyişiklik vacibdir. Gəlir deklarasiyası haqqında qanunun tətbiqi məmurların gəlirləri üzrə hesabatlılığı müəyyən qədər artıracaq. Ancaq qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin bu mexanizmdən yaymağa çalışacağı da istisna edilmir. Onlar deklarasiya tələblərini öz maraqlarına uyğun şəkildə doldurmağa və faktiki gəlirlərini gizlətməyə cəhd göstərə bilərlər. Təbii ki, bu bütün məmurlara şamil edilmir.